Belə gülməli də olsa qeyd etməliyəm. Bir arada mən deyirəm axı, Putin masallı Lənkəran limonla çay içir və yaxud deyirəm ki, ABŞ-ın prezidenti Donald Trump Bağdad Mədinə xurmasından çay içir və digər belə bir mənim dediklərim olur da. Siz indi bəzən gülürsüz ki, bəyəm Bağdad xurmasına qalır. Biri də yox, güya başqa ölkədə limon yoxdur, bizim limondan yoxdur. Mən bu günlərdə deyəcəm, yenə də deyəcəklər adın çək, adın çək. Bir nazir gördüm. Vaxtı ikən dəhşət bir nazir idi. Pulunu da balta pulunu da, burnunu da, pulunu da balta kəsməzdi. Sözü də ki, baltanı da kəsirdi, hər şeyi kəsirdi. Bir zavod çörək aldı 65 qəpiyə. Bir qojik aldı. Bu getdikcə mən də bunu da alıca gedirəm marketdə. Belə özünü elə aparır ki, heç kimi tanımır. Bilmirəm da, indi məni gördü, görmədi. Bir uşaq olanda biz qojik yeyirdik. Bir dənə qojik aldı 50 qəpiyə, 65 qəpiyə bir zavod çörəyi aldı. Sonra deyəsən bir bitki yağı aldı. Qiyməti endirimdə olan bir bitki yağı aldı. Və yaxınlaşdı kassaya. Mən də bununla belə addım getdim. Yəni onun pulu qurtardı naziri. Bir 2-3 ilə belə pullar, bunun pulu qurtardı, tükəndi. Gəlib qojik alır, 65 qəpik zavod çörəyi alır. Nə bilim, endirilmiş bitki yağı alır. Mən şokdayam. Mən şokdayam. O kişi, o nazir Azərbaycanın bütün müğənnilərinə, qeyri, nə bilim, peşədə olan xanımlarına pulları belə kisə-kisə paylayırdı. İndi o boyda nazir gəlib 65 qəpiyə zavod çörəyi aldı. Bir dənə də 50 qəpiyə qojik endirimdə olan bitki yağı alıb çıxdı getdi.